Bura hərbi həyatı peşə seçənlərin, intizamı gündəlik yaşam tərzinə çevirənlərin ünvanıdır. Cəmşid Naxçıvanski adına hərbi lisey. İçəri daxil olan zaman hiss olunan nizamlı mühit, xüsusi aura burada hər saniyənin dəyərini hiss etdirir. Addım səsləri. Burada günün və xidmətin əsas ritmi məhz bu səslərlə başlayır. 9-cu sinifi bitirən şagirdlər seçim mərhələlərini geridə qoyaraq bu hərbi nizamın bir hissəsinə çevrilirlər. Artıq onlar üçün xarakterin formalaşdığı və hərbçi vərdişlərinin qazanıldığı yeni bir mərhələ başlayır. Burada gözəl şəraitə malik liseydə təhsil almaq eyni zamanda gələcəkdə nümunəvi xidmətimizə təkan verən böyük faktordur. Valideynlərimiz və yaxınlarımız daima təhsilimizlə, nizam-intizamımızla, burada yaradılan şəraitlə maraqlanır, bizə mənəvi dəstək olur. Mən gələcəkdə planlayıram ki, ölkəmizin mavi səmalarının qoruyanlarının sırasında mən də olum. Kursantlarla birgə liseydəki Heydər Əliyev muzeyinə daxil oluruq. Bura keçmişin xatirələri ilə gələcəyin hədəflərinin kəsişdiyi məkandır. Ulu öndərin təşəbbüsü ilə əsası qoyulan bu təhsil ocağında onun hər bir vətəndaş torpaq uğrunda mübarizəyə hazır olmalıdır vəsiyyəti bütün kursantlar üçün əsas prinsip sayılır. Biz özümüz bura gələndə ilk başda bizim formalarımızı təhvil verəndən sonra mən həqiqətən qürur hissi keçirirdim. Ondan sonra bizim təhsilimiz başladı. Təhsil başlayanda artıq yavaş-yavaş oxumağa başlayırdıq, oxuduq. İndi hal-hazırda BSG imtahanlarına verəcəyik. BSG imtahanlarına inşallah ki, uğurla keçərik. Yolumuzu tədris binasından salırıq. Burada isə ab-hava tam fərqlidir. Sinif otaqlarında strateji biliklər və müasir texnologiyalar mənimsənilir. Kursantların dərslərə göstərdiyi maraq gələcəyin peşəkar zabit heyətinin möhkəm təməl üzərində formalaşdığını göstərir. Tədris prosesində biz gündəlik 7 saat demək olar ki, dərs keçirik. Hər dərsdə yüksək səviyyədə keçirik. Bununla yanaşı fizika, kimya dərslərində laboratoriyalarda iştirak edirik. Laboratoriyalarda iştirak edən zaman bəzi sınaqlar keçirdirik və biz bu dərsi daha qəşəng qavrayırıq. Ondan əlavə digər riyaziyyat dərslərində falan müəllimlərin yüksək səviyyədə dərs keçirirlər. Bu dərslərdə kursantların gələcəkdə daha yaxşı fəaliyyət göstərməyinə yardım edir. Amma hərbiçidən təkcə zehni çeviklik yox, həm də fiziki dözümlülük tələb olunur. Liseyin idman kompleksində kursantların hazırlığı üçün bütün imkanlar yaradılıb. Fiziki hazırlıqdan sonra istiqamət yeməkxanayadır. Kursantlar günün müəyyən olunmuş rejiminə uyğun şəkildə qidalanırlar. Bir sözlə, burada hər detal, vaxt bölgüsü, intizam və gündəlik qaydalar gələcək hərbçi həyatının ayrılmaz bir hissəsi kimi aşılanır. Qeyd edək ki, hərbi liseydə təhsil müddəti